cümlə növləri Azərbaycan dilində olduğu kimi də məqsəd və intonasiyaya görə neçə növ var cümlənin? 4 növ var. Eynidir Azərbaycan dilində. Nəqli, sual, əmri və nida. İlk öncə nəqli cümlə haqqında qısa məlumat var. Əslində bu cümlələr haqqında biz bilirik. Məsələn, nəqli cümlə neçə yerə bölünür? 2 yerə. Təsdiq və inkar. Təsdiq cümlə bəllidir. Yəni gündəlik istifadə etdiyimiz cümlələr, təsdiq formasında inkar etmədiyimiz cümlələr, bunlar təsdiq cümlələrdir. Amma inkar cümlə haqqında da biz danışmışdıq ki, bir cümlədə yalnız nə olmalıdır? Bir inkarlıq olur. Bir cümlədə bir inkarlıq varsa başqa inkarlıq verə bilmirik. İnkar cümlədə sam və törəmələrini verə bilmirik. Eni və törəmələrini veririk. Bu haqqında danışmışıq. İndi keçək əsas işimiz olacaq uşaqlar. Interrogative sentence, yəni sual cümlələri haqqında bugün sizdən məlumat alacağıq. Sual cümlələri özləri 4 yerə bölünür. Common questions, ümumi sual cümlələri və yaxud da buna deyirik yes, no questions. İndi burada uşaqlar bir məsələ var. Niyə buna common questions və yes, no questions deyilir? Məsələn, bax, bir cümlə deyirəm. Deyirəm ki, she can speak English. Bu cümləni suala necə çevirərsiniz? Can she speak English? Heç bir cümlə öz cümlədən çıxmadı ki. Və yaxud da deyirəm ki, she goes to school. Bu cümləni suala çevirək. Does she go to school? Bir dənə does əlavə olundu cümlənin qarşısına və go-nun axırındakı s düşdü. Deməli, cümlədə heç bir cümlə özü çıxmırsa və sadəcə ümumi sual verirəmsə, ümumi olaraq bir cavab almaq üçün, bəli və xeyli cavab almaq üçün səsləndirdiyim cümlə adlanır nə? Ümumi sual cümləsi. Azərbaycan dilində də belə cümlələr vardır. Məsələn, deyirəm ki, o Bakıya gedir. Sual verirəm ki, o Bakıya gedir, təsdiqi almaq üçün və yaxud da inkarı almaq üçün. Bəli ya xeyr deyirik, düzdür? Bu adlanır ümumi sual cümləsi. İngiliscəsində burada sadəcə Azərbaycan intonasiya dəyişdiyi halda, İngiliscəsində intonasiya da dəyişir, eyni zamanda nə dəyişir? Mübtəda ilə xəbər yerini dəyişir. Bu olur ümumi sual cümləsi. Ümumi sual cümlələri nə düzəlir? Bax, tərkibində to be feil olan cümlələr. Hansılardır? Məsələn, deyirəm ki, davam edici zamanda. She is learning English now. İz keçir, əvvələ olur sual. Və ya da modal feillər. Hamısı nə olurdu? Öz sual imkanını özü düzəldirdi də. İndiki sadə zaman, keçmiş sadə zaman, do, does, did ilə düzələn cümlələr. Bitmiş zamanlar həv keçirdi, qabaq olurdu sual. Yəni, cümlədən heç bir cümlə özü çıxmadan cümləyə verdiyimiz sual adlanır ümumi sual cümlələri. İndi keçir uşaqlar xüsusi sual cümlələri haqqında danışaq. Special questions və yaxud da WH how questions. Yadınızdadsa əvəzi kəsəndə demişdim ki, interrogative pronouns'u yaxşı-yaxşı öyrənin. Yəni, sual cümləsində sadəcə tərcüməsini öyrənin. Qaydaları haqqında isə biz sual cümlələrində məlumat alacağıq. Həmin qaydalar uşaqlar burada indi məlumat alacağıq. Onların cümlədə necə olur, necə işlənirlər, hansı sual əvəzləyir, hansı formada işlənir cümlədə. Onun haqqında indi mən sizə məlumat verəcəm. Deməli, special questions, xüsusi sual cümlələri. Birinci qeydimiz budur. Gəlin uşaqlar, izah elədiksə mən sizə testlər deyəcəm, baxın. Məsələn, birinci qeydimizi biz harada almışdıq məlumat? Yazıdadır, bağlayıcı sözlər mövzusu vardı ya. Yazıdadır, bağlayıcı sözlər mövzusunda nə demişdik? Demişdik ki, cümlə sözünü ilə bitirsə, bağlayıcı olaraq söz olaraq nə veririk? Ya who ya da what, from left-hand'də B də verə bilirdik, düzdürmü? Burada da bax, görürsünüz, cümlə sözünü ilə bitirsə, sual cümləsi, nə verərik? Who, what, bəzən də V-yə verə bilirik. Düzdür, from left-hand'də. Gəlin baxaq. Birinci suala baxın, səhifə 36, test solusu, səhifə 36, 11-lər üçündür da bu, hə. İkinci hissə. Birinci testə baxın, by ilə bitib. Bəli, who ya da what verərəm mən. Düzdür, ikisi də olanda, o zaman biraz tərcüməyə baxmalıyıq, yüngül bir tərcümə eləməliyik, amma bu indiki halda biz bir dənə variantımız var, who götürürük orada. Sonra bax, 4-cü testi, 5-ci testi, 6-cı testi, 6-da məhzin, 6 yox, daha doğrusu 5-ci test. 5-ci testdə with var. With varsa artıq nə verərik biz? Who ya da what. Hansı var? Who var, D variantı var, aydın oldu. 13-də uşaqlar nə verərik? O səs kimdən gəlir, yox, hardan gəlir deyək də, hardan. V ilə from varsa V verməliyik də, düzdür. C variantı olacaq. Sonra başqa yenə var, sözünü ilə burada. 11. Olacaq yenə də. 11-də var, bəli. 11-də də bax, eyni qayda ilə who verəcəm. Cavab deyən D variantı. Bu birinci qeydimiz uşaqlar. Növbəti qeydimizə baxaq. Növbəti qeydimizlə bağlı bu toplularda məlumat yoxdur, amma mən sizə məlumat verim də uşaqlar. Yazıcaqsa biz bunu yenə də o bağlayıcı sözlərdə öyrənmişdik ki, when-dən, what time-dan sonra biz nə bilmirik? Bitmiş zaman verə bilmirik. Hətta bunu biz zamanlarda da keçmişdik. Yazıcaqsa zaman uzlaşmaları var deyə. Demişdik ki, when-dən və what time-dan sonra bitmiş zaman verə bilmirik. Amma since when olarsa və how long olarsa biz deyirik ki, bitmiş zaman verə bilirik. Məsələn, mən bir cümlə deyirəm.
How long have you lived in London? Londonda nə qədər müddət yaşamısan? Düzdür, how long have you lived in London verdim. Düzdür, orada görürsünüz ki, biz artıq how longdan sonra indiki bitmiş zaman verə bilirik. Və növbəti qeydimiz ən vacib qeydlərdən biri, inşallah. 4-ə keçməmişdən və 3-ü bir qısa izah edeyim sizə. 3-cü bənddə yazmışıq ki, what'dan sonra isim gələrsə, what nə tərcümə verir, hansı? Məsələn, mən bir var deyirəm ki, which color is your t-shirt? Sənin which-dan sonra nə verdim? Color, rəng verdim də. Sənin köynəyin hansı rəngdədir? İndi which-i yenə what qoyun, yeni tərcümə verəcək. What color is your t-shirt? Sənin köynəyin yenə hansı rəngdədir? Yəni, what-dan sonra isim gələndə, what nə tərcüməsini verəcək? Hansı? What eyni zamanda nəçi tərcüməsini də verəcək. Məsələn, deyirəm, what is your brother? Sənin qardaşın nəçi peşəyə sual verirəm mən, düzdür? Peşəyə sual verəndə what nəçi tərcüməsini verəcək. Aydın oldu? Burada baxırıq indi bunlara. 6 dənə sual əvəzimiz var uşaqlar. Bu sual əvəzlərindən sonra əvvəlcə isim veririk, sonra feil veririk. Test opusunda nə qədər nöqtələrdən sonra isim görürsünüzsə, hamısında bax bu sual əvəzlərindən birini verməlisiniz. Bax, gəlin baxaq bir neçəsinə uşaqlar. Bax, hansında isim var birinci? Pen, bəli, 15-də. Görürsünüzmü? Birinci nə var? Botdan sonra isim gəlirdi. Botdan sonra isim də gələ bilər. O ayrı mövzudur. Onu da izah edəcəm tərəsinə. Bax 15-ə baxın uşaqlar. 15-də isim var. Bəli, isim varsa nə verərəm mən? Hus. Bunlardan hansını görürsə onu verməliyim. Hus verir. Deyir ki, kimin qələmidir masanın üzərindəki? Deyir ki, masanın üzərindəki bu qələm kimindir? Sonra və yaxud da başqa bir test var. İsim olan test. 18-də. Bəli. Whose phone rang during the meeting? Deyir, iclas ərzində kimin telefonu zəng çaldı? Sonra burada bax, irəli çevirin bir səhvə. Bir səhvə çevirin. Burada çox variant testlər də var. Onlardan göstərim sizə. Bax, 76-cı testdə baxın. 76-cı testdə qualities, keyfiyyətlər, isim var. Bax, bunlardan hansı var orada? Whose, bir də yox, 76-da. 76-da. 1-lə 2-dir də. Bəli. 77-də kriteriya. İsimdir yenə də. Whose, 78-də kontrakt, müqavilə, saziş. Whose, which. Aydındır bu sizə uşaqlar. Bu oldu bizim ən sadə qaydalarımız. Çox testlərdir. Təxminən testlərin bir 15-20-si buna aid deyirlər. Keçən növbəti qeydimiz uşaqlar. Bax, bu qeydimiz də buna aid hazırki topluda sual elə də çox deyil, bir-iki dənə olmalıdır. Amma bilin ki, what yeganə sual əvəzimizdir ki, ingilis dilində həm ondan sonra birbaşa isim verə bilirsən, həm ondan sonra birbaşa feil verə bilirsən. Bax, burada testimiz var. Bir dənə test göstərəm sizə. Hansı ki, orada həm isim var, həm də feil var. Bax, 55-ə baxın. 55-ci testdə. Birincidə happened var, fail. İkincidə isə source isim var. Birincidə fail, ikincidə isim varsa nə verərəm mən? Bəli, what. Birinci cümləyə tərcümə ilə tapa bilərsiniz. Tərcüməsi kimin yaxşıdırsa, heç bu qaydalara ehtiyac yoxdur, tərcümə rahat tapmaq olur. Happened after the conference. Deyir ki, iclasdan sonra nə baş verdi? C variantı, bəli. Və ikincidə deyir ki, what source of information did you use? Hansı növ məlumat mənbəyini istifadə etdin? Bəli, burada cavab olacaq C variantı, doğrudur. Sonra digər testimiz. Bax, mən sizin burada 58-ə baxın uşaqlar. 58-də advantage də isimdir, impact də isimdir. Hər ikisi isimsə, biz də isimlə hansını verməliyik, nöqtəli isim var. Bax, bunlardan birini. Burada hameni də var. Bax, 58-də hameni də var, what da var. Amma mən hamenini ikinci cümləyə görə verə bilmərəm. Niyə? Çünki impact cəmlənməli idi orada. Yəni, cəm isim olmalıydı, belə deyək. Aydın oldu. Ona cavab olacaq burada Y variantı. Sonra, tərcüməyə bağlı testlər də var. Aşağılar burada. Məsələn, bax, 59-a baxın. Did she decide to leave her previous job? Burada nə verər uşaq? Deyir ki, niyə o əvvəlki işindən çıxmaq qərarına gəldi? Niyə? Bax, bir qoyanda, məsələn, burada sən isim görmürsənsə, how much-ı verə bilməzsən, who'su verə bilməzsən, what-u verə bilmirsən, qalır A-la Y. Burada da tərcümə. Və yaxud ümumiyyətlə uşaqlar, çalışın sual cümləsini nöqtələrdən sonra feil gəlibsə, yaxşı olaraq ona görə tərcümə ilə tapasınız. İkinci cümləyə baxın. Deyir ki, are people protesting in the city center? Şəhər mərkəzində insanlar niyə etiraz edirlər? Niyə? Cavab olacaq Y variantı. Bəli. Why. Sonra başqa bir testə baxaq. Və hansı ki, yenə də tərcüməyə əsaslanan testlərimizdən biri. Və 63-ə baxın. 63 əslində tərcümə deyil, qayda ilə tapa bilərsiniz. Bax, burada deyir ki, həm birinci nöqtədən sonra isim var, həm ikinci nöqtədən sonra isim var.
Bəli, burada da cavab olacaq yenə C variantı. Bəli, doğru cavabımız C variantıdır. Sonra bax 52-yə baxın. Of varsa, of nədən sonra gələ bilər? Ya which of, ya how many of, ya da how much of, ya da what kind varsa of'u da var da cümlədə. İndi burada bax biri olacaq 4. Biri də 1 ilə 3-dən biri olmalıdır. Burada da duz necə isimdir? Salt. Salt sayın isimsə how much. Bəli, cavab oldu 1 və 4. Aydındır uşaqlar? Belə. Sonra başqa bir qeydimiz nə var burada uşaqlar baxaq. How often ilə bağlı test var. How often ilə bağlı burada test topsunda test elə də yoxdur. Çox elə nəzər saxmır. Ümumiyyətlə how often-dən sonra adətən do does verilir. Yəni sadə zaman verilir. Ya do does verilə bilər. Bəzən də did görürəm mən çoxdan çox. Keçmiş sadə zaman da verilə bilər. Və how often-in cavabını adətən nə ilə verirlər? Sadə zamanların zaman zərfləri ilə. Məsələn deyirəm ki, how often do you go to English course? İngilis kursuna hansı tezliklə gedirsən? Sən cavab nə verərsən? Twice a week. Həftədə 2 dəfə. Deməli, nə ilə cavab veririk biz? İndiki sadənin zaman zərfinə və ya keçmiş sadə zaman dillə verilmişəmsə, keçmiş sadənin zaman zərfinə. Burada vaxt testlərimiz var uşaqlar. Məsələn, 46-ya baxın. 46-cı testdə cavaba baxın, nə ilə verir cavabı? Around 20. Təxminən 20. Deməli, sən nə verməlisən? Elə bir sual verməlisən ki, orada miqdarı soruşaq da biz, düzdür? Cavab olacaq 46-da A variantı. How many people were at the meeting? Nə qədər insan iclasda var idi, iştirak edirdi, yəni təxminən 20 nəfər. Və yaxud da 48-ə baxaq. It belongs to Leyla. O Leylaya məxsusdur, aiddir. Sən kimə aiddir deyərsənsə, kimin çantasıdır da bu və yaxud da belə deyək. Kimin nə deyə bilərik? A variantı. Bəli. 49-da kind of var, deməli what verəcəksən. Hansı da musiqini xoşlayırsan? What kind of music do you like? Jazz and classical. Sonra 50-də do you usually get to work? İşə nə ilə gedirsən? Yəqin ki, necə gedirsən? Necə? Ya nə ilə olmalıdır? What. What-la başlayıb ya bayına bitirməlisən. Ya da ki, necə gedirsən? Necə nədir? How olmalıdır, bəli. Sonra how da how, bəli. Cavab deməlidir. Necə gedirsən? Deyəcək, avtobusda gedirəm. 51-də nə verərik? Bax, cavaba baxın uşaqlar. The first one who talked about innovation. Deyək ki, innovasiya danışan ilk adam, ilk insan. Demək, was your favorite speaker at the conference? Deyək ki, konferansda sevimli spikerin kim idi olardı? Yəqin ki, C bəndi, bəli, burada C bəndi olacaq. Aydındır mı uşaqlar necə işləyəcəksiniz? Biraz tərcümə lazımdır, biraz burada yenə qaydalara baxmalıyıq. Qaydaları yenə də oxuyarsınız, yəni burada çətin bir şey yoxdur. Bir dənə burada bu qeydi izah edəcəm sizə. Who'dan sonra indiki zamanlarda gələn film. Ümumiyyətlə, burada bir qeydimiz də var. O qeydi də göstərim sizə uşaqlar. Deməli, bu qeydi görürsünüz. Who və what ilə mübtədəyə sual verərkən do does diddən istifadə olunmur. Bu nə deməkdir? Bax, burada görürsünüz uşaqlar. Who'nu qoymuşam hinin yerinə, cümləni köçürmüşəm gedib. Niyə belə olub? Niyə belə baş verir uşaqlar? Mübtədə sual vermişəm. Bəli, mübtədəyə sual vermişəm. Mən burada 2 dənə cümlə yazdım sizin üçün. Gəlin baxaq onların fərqinə. Bir cümlədə 2 cümlə özünə sual verəcək indi. Deyirəm ki, they accepted our offer. Nə deməkdir? Yes dedi. Axırda da yes dedi verirəm. Zaman zərf verirəm. O dünən bizi təklifimizə razılaşdı. Qəbul etdilər. İndi burada bir dənə Z-yə sual verəcəm. Bir də bana yes deyə sual verəcəm mən. Z-yə sual verəndə bunu yazıram. Cümlənin necə köçürülür? Elə var, necə var köçürüləm gedir. Yəni olduğu kimi yazıram. Baxın yazdım getdi. İndi bir dənə də yes deyə sual verəcəm. Yes dedi. Nə var? Dünən. When. Fe'lim hansı zamandadır? Did yazdım mı? Nə var köçürüləm gedir yes dedən başqa. Çünki xüsusi sual cümləsində qayda budur ki, hansı cümlə özünə sual verirəmsə, o cümlə özü cümlədən çıxmaz, olmamalıdır. Düzdür? When did they deyəcəm, onu da deyəcəm. When did they accept our offer? Daha yesterday yazıram təbii ki, çünki mən nəyə sual vermişəm? Yesterday'ə. Bir dənə də cümlə yazıram. Gəl ona da baxaq. Deyirəm ki, he waits for us at the station. O bizi stansiyada gözləyir. Mən burada he'yə sual versəm, bunu qoyuram. Necə var olduğu kimi cümləni köçürürəm.
gelir. Oldu cümləmiz sualı. İndi at the station-a sual versəm, harda gözləyir? Və ya fe'lim hansı zamandadır? İkinci sadə zamanda. Do, does verirəm. S qəbul edildiyinə görə, şəxsin də he olduğuna görə does verəcəm, bəli. He wait for us sual. Aydındır, burada test var. Gəlin yeri düşmüşkən baxaq uşaqlar. Hansı ki burada birbaşa biz fe'l görürük. Bax, burada hansı testdir? Bax, bir rastımıza düşdüyü bir hansı. 53'ə baxın. 53'də ikinci cümləyə baxın. Artıq sən görürsən ki, do does did yoxdur. Called verib, düzdürmü? Called veribsə nə verərsən artıq? Ya who ya da what. Deyir ki, zəng etmək də kimə məxsus ola bilər? İnsana məxsus ola bilər də. Who verməlisən demək. Cavab oldu və düşünmədən A variantını verdik. Bu aydındır mı sizə? Ayrıca bu qədər uşaqlar dərsimiz.